Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Değerli Müslümanlar, isterdim ki mühim bir böyük faydaları özündə cəm edən hədisi xatırladım. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem o hədisdir ki, o zikirdir ki, hər gün Allah Resulü Rəbbindən istəyərdi. Hər gün səhər zikirlərində Rəbbinə dua edərdi. Və bunu da baxırsan ki, sahabələrinə öyrədərdi. Sahabələr də əməl edərdilər buna. Və bizim sünnədəndir. Ona görə də müsəlmana yaraşan budur ki, gərək bu duanı gündəlik zikirlərində unutmasın. Allah Resulü hər gün səhər Rəbbindən gör nə istəyirdi. Allahümmə inni əsəluka ilmən nafi'an. Allahım, səndən faydalı elm istəyirəm. Və rizqan tayyibən, təmiz ruzi istəyirəm. Və amələn mutəqabbələn, qəbul olunan əməl istəyirəm Allahım səndən. Hər gün Muhammed sallallahu aleyhi ve sellem Allaha bu cür dua edirdi. Vallahi baxsan, hədisin şərhinə alimlər söyləyirlər ki, Allah Resulü baxmayaraq ki, qardaşlar, dəyərli müsəlmanlar, kasıb idi, ruzi baxımından nə qədər sıxıntılar yaşayırdı. Ancaq ruzi istəməkdən öncə Allahından, Rəbbindən faydalı elm istədi. Və həmçinin necə elm istədi? Faydalı elm istədi. Demək ki, insana fayda verən elm də var, faydası olmayan elm də var. Ona görə biz Allahdan, Rəbbimizdən faydalı elm istəməliyik. Uca Rəbbimizdən. Bax ki, həqiqətən Quran, sünnə Quranı açıqlayır. Sünnənin Quran yanında mövqeyi, məqamı Quranı izah edir. Ona görə bax ki, Muhammed surəsi 19-cu ayəyə Allah subhanahu wa ta'ala mübarək kəlamında buyurur ki, فَعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللّٰهِ. Allah subhanahu buyurdu ki, bilginən, elm öyrənginən ki, Allahdan başqa ibadətə haqqı çatan heç bir məbud yoxdur. Hətta baxdın ki, Quran-ı Kərimə görürsən ki, Allah subhanahu wa ta'ala ən birinci elmi gətirir. Necə ki, İmam Buxari rahimehullah söyləyir ki, فَبَدَى بِالْعِلْمِ قَبْلَ الْقَوْلِ وَالْعَمَلِ. Allah elmə söz və əməldən öncə başladı. İlk olaraq Allah subhanahu wa ta'ala elm öyrənməyi tövsiyə elədi mübarək kəlamında. Sünnə də həmsinin. Muhammed sallallahu aleyhi ve sellem insanların ən şərəflisi, Allahın sevimlisi, xəlili, Allahdan ilk olaraq faydalı elm istədi. Ruzidən qabaq. Amma necə elm istədi? Faydalı elm istədi. Ona görə alimlərimiz deyir ki, faydalı elm insana kömək edir. İnsan faydalı elm səbəbi ilə salih əməllə salih olmayan əməli bir-birindən ayıra bilir. İnsan faydalı elm səbəbi ilə halal ruzi ilə haram ruzini bir-birindən ayıra bilir. Amma əks halda insan deyir, elm olmadıqda, elmsiz olduqda insan deyir, ruzi qazanacaq, amma elə hesab edəcək ki, o halaldır. Halbuki, halal deyil onun qazandığı ruzi və yaxud qazancında haramlıq var. Və yaxud da ki, insan elmi olmadığı halda əməl edəcək, elə biləcək ki, salih əməldir. Bax, ona görə, əgər qazandığın qazancın sənə, insanlara fayda verməsini istəyirsənsə, o zaman sən Allahdan faydalı elm istəməlisən. Çünki faydalı elmdir sənə öyrədən. Bu ruzi halaldır, yoxsa haramdır. Ona görə Allah subhanahu wa ta'ala mübarək surəsində, kəlamında nə buyurur? Həl yəstəvillezine ya'lemune vellezine la ya'lemun. Məgər bilənlərlə bilməyənlər eyni ola bilərmi? Uca Allah bilir ki, məgər bilənlə bilməyən eyni ola bilər? Ola bilməz, qardaş. Ona görə insana yaraşan, sələfə yaraşan budur ki, Rəbbindən faydalı elm istəsin ki, o salih əməl hansıdır, salih olmayan əməl hansıdır, onu bilsin.
hansı ruzi halaldır, hansı ruzi haramdır, onu bununla öğrenmiş olsun. Allah'tan istəyirik ki, Allah Subhanahu ve Taala bizləri faydalı elm qismət eləsin və bizlərə qəbul olan əməl qismət eləsin, təməz ruzi qismət eləsin. Subhanakallahumma və bihamdik və əşhədu en la ilahe illə ent və estəğfiruke və etûbü ileyk.